Salam gözəl insanlar. Dizinizdən əziyyət çəkirsinizsə, bugün sizə idman göstərəcəm. O idmanları siz hər gün eləsəz, olacaq super. Hər göstərdiyim idmanı 2 dəqiqə eləyərsiniz. 2 dəqiqə. Yəni hər hansı bir idmanı göstərsəm, həmin idmanı 2 dəqiqə eləyərsiniz. Hər gün vaxtınız olduğu moment. Yəni ki, fərqi yoxdur. Səhər, günorta, axşam fərq eləməz. Bu idmanları eləyin, sizin diz ağrılarınız gedəcək. Bir də ki, sizdən bir dənə artıq dərəcədə xahiş edirəm. Əgərləri dizinizin ağrısı dediyim idmanla gedərsə, like qoyarsınız. Ürək bir dənə qoyarsınız. Getməsə qoymayın. Yaxşı? Gedəndə bir dənə like qoyarsınız. Getdik. Baxın. Birinci növbədə dizinizi bu formada içəri çölə. 2 dəqiqə bunu elədik. Sonra bir yerdə iki dəqiqə bunu elədik. Sonra qalxırıq. Bunu 20 dəfə elə bir ki, təpik atırsınız. Bərk təpik atırsınız. Bu formada. 20 dəfə sol, 20 dəfə sağ. Bu da olacaq 20-22 podxod eləyərsiniz. Paşti elə bir ki, çalışın ki 20 dəfə bunu eləyin, 20 dəfə bunu 2 dəqiqə vaxt keçsin. Yəni bütün hərəkətləri 2 dəqiqə ilə başlayın çalış. Baxın, bu formada oturun durun, baxın. Yəni oturanda pəncələr qalsın, pəncələr üstündə yanın. Oturanda daban üstündə yox, pəncə üstündə oturun. 2 dəqiqə elədiniz, ondan sonra durun, bax. Hər idmanın qurtaracağında bunu 2 dəqiqə eləyərsiniz. Hər idmanın qurtaracağında. Ondan sonra götürürsünüz ayaqlarınızı, başlayırsınız qızışdırmağa. Yəni o qədər qızışdırırsınız ki, 2 dəqiqə vaxt keçsin. Amma hiss eləyəsiniz ki, ayağınız uca qızışdı. Yalandan eləməyin, nə qaşan sürdün sağa sola. 2 dəqiqə qızışdırdın, yenə başlayırsan bunu. 2 dəqiqə buna vaxt ayırırsan. Sonra başlayırsan dizlərini döyməyə. 2 dəqiqə döydün, təzədən yenə başlayırsan. Bir dənə də axırıncı dəfə qızışdırarsan, ağrılarınız gedəcək. Gedəndən sonra bir dənə like-dan zaten verərsiniz sonra. Yaxşı? Özünüzə yaxşı baxın, özünüzdən müğayət olun.